servisi. Meydan sahibləri yerinə yetirirlər. Və hücum növbəsi Azarreel'də top blokdan qayıdır. Azarreel komandasının hücumu və necə bir cəhd xal gətirir Azarreel'ə. Meydandakı mübarizəyə tribunadan rənc qatan azarkeşlərimizdən dəstək gözləyirik. Nərminə Musayevə çox çalışsa da özünü topa çatdıra bilmədi. Hesab 2-1'dir. Azarreel voleybolçuları topu oyuna daxil etdilər. Qüvvətli zərbə. Nayka inamlı oynayır. Ardınca qüvvətli daha bir zərbə. Və Azarreel komandası 3-cü xalı əldə edir. Gəncədə Alisa Kim komandanın Amerikalı liberosu. Topa toxunsa da ekranlarımızdakı bax bu oyuncu topu götürmək mümkün olmadı. Bayduk servis vurur. Hücum növbəsi Gəncə komandasında Nayka Benitez. Yenə hücum cəhdi, aldadıcı cəhd idi bu. Zərbə deyildi. Müdafiə zonasından hücum. Nərminənin zərbəsini dəf etmək mümkün oldu. Ardınca qüvvətli zərbə. Kim yaxşı oynayır? Alisa Kim. Ardınca Gəncə komandasının hücumu və bu hücum xalla yekunlaşır. Sharon Chepchumba. Qüvvətli zərbə indirdi topu götürmək üçün. Sol çox çalışdı amma mümkün olmadı. Ardınca isə indi Gəncə voleybolçular hücumdadılar. Çox qüvvətli zərbə idi Chepchumbadan. Əla oynayır Azarreel voleybolçuları müdafiədə. Nayka Benitez və top sonda Azarreel voleybolçusundan kənara gedib. Təkrarla bir daha izləyirik. Bax, solun toxunuşu Gabriela ilə tor üzərindəki mübarizə hesab bərabərdir 3-3. Amma topu tora vurur Gəncə komandasının kapitanı Isabella Morgan. O da Amerikalıdır. Komandanın ötürücüsüdür. Alismanova. Qəfli zərbə ilə servisi yerinə getirdi. Qısa ötürmə. Gabriela'dan dəqiq zərbə. Hesab bərabərləşir. Top oruna mübarizədən blokda inamlı oynayan Chepchumbalı Gəncə komandası qalib ayrılır. Servis yerinə yetirildi. Hücum o qədər də yaxşı alınmadı Azarreel'də. Cavab həmləsi çox qüvvətli zərbə ilə gəlmişdi müdafiə. Bu zərbənin şiddətini azaltdı. Ardınca gələn zərbəni dəf edir Gəncə voleybolçuları. Sol, ardınca qüvvətli zərbə. Yenə blok. Yenə blok. Yenə hücum cəhdi var idi orada, amma təbii ki Morgan qaydanı pozmuşdu. Hesab 5-6. Morgan. Benitez. Top geri qayıdır. Nayka yaxşı oynadı. Top uğrunda mübarizə. Görək xalı kim qazanacaq. Hücum növbəsi yenə Azarreel'də. Ötürmə geriyə və
Top Alisa kimdən meydandan çıxır? Sizin alkışlarınız voleybolcularımızın motivasiya mənbəyidir. Unutmayın. 6-6 da hesab. Hər iki komanda kifayətlər maraqlı oyun göstərir. Qüvvətli zərbə. Top qaytarılır. Ardınca gələn zərbədən sonrası müdafiədə yaxşı oynayan Gəncəlilərdir. Və blokda əla oynayır Azərreyl. Voleybolçuları 7-6. Gabriel Morgan. Xal Azərreylə verilir. Burada antene toxunuşa görə güman ki. Və ya antene toxunmadan da olsa bloka yox, tora toxunub topun meydana kənara getməsinə görə. Ali Sakim, Gabriel Morgan. Blokda inanlı oyun Azərreyl voleybolçularından daha bir cəhətdə olacaq. Müdafiə zonasından hücum. Naika Benitez topu qaytarır. Ötürmə, müdafiə zonasının hücumu dəfə Azərreyl voleybolçularından. Fikir verin. Necə bir gərgin bir mübarizə izləyirik. Gabriel'dan ötürmə, qüvvətli zərbə. Çox qüvvətli zərbə. 7-8. Geri ötürmədən sonra Azərreynin 23 nömrəli oyuncusu Madison Blanc komandasına xal qazandırır. Madison Blaine. Azərreyl voleybolçularının hücumu çox qüvvətli zərbə. Xalla yekunlaşır 17-11. 12-16. Top qəbul o qədər də yaxşı alınmamışdı, ancaq hücumu davam etdirməyə çalışır. Gəncə voleybolçuları Naika Benitez'dən geri götürmə. Top kənara gedir. Xal Gəncənin və hesab 12-17. Gəncənin heyətində dəyişiklik. Servisi komandamızın 20 nömrəli oyuncusu Marianna Abuyeva yerinə yetirir. Abuyeva topu tora vurur. Alismanova. Top oyuna daxil etdi. Ardınca isə kənara gedir Nova'nın zərbəsi. 19-12. İlk setdə Azərreylin 7 xallıq üstünlüyü yaranır. Gəncənin cavab hücumu və bu hücum xalla. Başa çatır.
Qısa ötürmə dəqiq zərbə. 20-13. 23 nömrəli oyuncu Madison Blanc komandasının aktivinə xal yazdırır. 13-20. Gabriela. 9 nömrəli Gabriela Oliveira Hücumda meydan sahiblərinə xal qazandırır. İnamlı oynuyor. Serisi yönetildi. Ötürmə geriyə. Zərbə yaxşı alamadı. Gəncənin cavab əmləsi. Nayka Benitez'dən ötürmə. Qüvvətli zərbədən sonra Nərminə Musayeva topa toxunur. Amma anlaşılmazlıq əlbəttə ki, hücumun məntiqi sonluğunu gətirmədi. Əvəzində Azarel'in cavabı və 21-ci xal qazanılır. Növbəti xalı aktivinə əlavə edir. Oyunun bu məqamında servisi 16 Melissa Rangel yerinə yetirəcək. Azarel Kamalas'ın cavab əmləsi. Top geri qayıtdı blokdan. Ardınca isə istəyinə çatır. Azərbaycanın heyətində 11 Anna Krul dəqiq oynuyor. Anna Krul. Solaxay voleybolçunun ikinci cəhdi dəqiqə alındı. Ötürmə də gəldi, zərbə də əla alınır Gabriela Ribeiro. Əziz azarkeşlər, dəstəyinizi meydanda hiss etmək istəyirik. Azarel Kamalas'ın hücumu. Hakim qaydanın pozulduğunu bildirir. Morgan qısa ötürmə dəqiq zərbə. Gabriela yaxşı başlayır ikinci setə. 3-2. Hesab 3-2. Gəncə komandasının xeyrinədir Nova servis vuracaq. Meydan sahiblərində 4 nömrəli oyuncu. Hakimin işarəsini gözləyir Eldar Zülfüqarovun. İşarəsi verildikdə artıq top oyuna daxil ediləcək. Kosol ekranlarınızdaydı. Baydyuku görürük. İşarə gəlir indi. Çox qüvvətli zərbə. Çox qüvvətli zərbə. Anna Krul. Morgan topu götürə bilmədi. Servisi Azərbaycan heyətində 11 nömrəli Anna Krul yerinə yetirəcək. Morgan. Effekli zərbədən sonra top qayıdır. Nayka Benitez yaxşı oynamışdı amma blokda Gabriela və Chumba cütü o zərbəni dəf edir. Grazi zərbə indirmişdi. Burada Nayka Benitez topu götürə bilmədi. 4-3 Gəncə komandası öndədir.
Top tordan qayıdıb, blokdan qayıdıb deyir hakim. Morgan. Müdafiə zonasından hücum cəhdi. Müdafiədə yaxşı oynayır Azərbaycan voleybolçuları. Amma hücum növbəsi yenə Gəncədə. Topu meydana vurur Çumba. 5-3 olur. Gəncə komandası fərqi 2 xala çatdırır. Servisi yönetilir. Out. 4-5. Hesap arasındaki fark azalır. 5-4. Toxunuş var deyir Azərbaycan voleybolçuları. Hesab isə 9-6'dır, amma əlbəttə ki, qərar verən hakimlərdir. Və onlar xalı Gəncə komandasına verir. Krulun zərbəsi top geri qayıdır. Block out. 16'da hesab. Azərbaycan komandasından time out. Gabriela topuna daxil etdi. Bloka dəyən top meydanın mərkəzində yerə düşür. 7-10 olur hesab. Bax, bu zərbədən sonra Nova çox effektli zərbə endirdi. Nayka Benitez bu zərbə qarşısında aciz qalır. Morgan. Top geri qayıdır. Ermənilərin, hətta Nova'nın cəhdi yaxşı alınmadı və əvəzində müdafiədə Nova ilə Gabriela inamlı oynayır. 12-7 olur hesab. 5 xallıq fərq Azərbaycanla. Servisi 13 Isabella Morgan yerine getirdi. Ace top meydanda yerə düşür. Morgan Gəncənin kapitanı əla zərbə endirmişdi orada. Hesab arasındakı fərq artıq 6 xaldı. Nayka Benitez. Çox qüvvətli zərbə. Out. 14-7. 2 qat da artıq fərq. İlk setdə səhvlər edən Gəncə voleybolçuları ikinci setdə daha yaxşı təsir bağışlayır. Servisi Azərbaycan heyətində 3 Aysiya Alismanova yerine getirecek. Xal Gəncənindir. Hesab 15-8. Nova topu oyuna daxil edir. Krati və Alina topu götürməkdə çətinlik çəkdi. Kim? Dokuz 15. Çumba hesap 16-9'du.
Gabriela Ribeiro. Geriye ötürmə, blokout. Nərminə Musayeva. Azərbaycan növbəti Topa toxundu amma blokout. Madison Blanc komandasının Çox əla zərbə idi. Şəfaqətdən ötürmə. Anadan zərbə. 14-23. Əzimova. Top oyuna daxil edir. Yaxşı servisi idi. Nayka Benitez. Anlaşılmazlıq orada. Şəfaqət çatmadı. Gəncənin qələbədən 24-14 hesab. Nayka Benitez. 15-24. Azərbaycan heyətində Aldadıcı cəhdi oxudu orada. Gəncə voleybolçusu. Çumbayca yaxşı oynayır orada. Növbəti xal üçün Kosol hətta ötürücü özü cəhd etdi və xalı qazandırdı komandasına. hərəyə 2 xal qazanırlar. Yaxşı servis idi soldan. Amma hücuma qoşulan müdafiədən gələn Sharon Chomba. Dəqiq oynayır. Topa müdaxilə etmək mümkün olmadı. Ana Krul. Azərbaycan mübarizədən qorxmur. 3-3 hesab. Servisi Azərbaycan heyətində Anastasiya Bayduk yerinə yetirəcək. Bayduk. Top oyuna daxil etdi. Çox qüvvətli zərbə. Nayka topa toxundu. Ardınca isə topu götürmək mümkün olmadı. Çumbadan çox qüvvətli zərbə gəldi. Nayka Benitez topu qarşılamışdı, amma xalı Gəncə qazanır. Top blokdan qayıtdı. Daha bir cəhd. Yenə ana. Anlaşılmazlıq. Anlaşılmazlıq. 4-4. Servisi Azərbaycan heyətində 3 nömrəli Ayşə Alismanova yerinə yetirir. Orada topu çatmaq mümkün olur. Ardınca Grati və hesab 5-4 olur. Təkrarı bir daha izlədik. Azərbaycan bax bu epizodda xal qazandı indi. Servis yerinə yetirilir. Və top qəbulunda inamsız oyun. Çətinliklə qarşı tərəfə keçirilir top. Görə bu dəfə necə olacaq? Yox, Azərbaycan
sürprizə imkan vermədi. 6-4. Gəncə komandası yenidən vəziyyəti xeyrinə dəyişmək üçün mübarizə aparacaq şübhəsiz ki. Şumba çox qüvvətli zərbə indirdi. Bu zərbəni dəf etmək mümkün olur. Azərreilin cavab hücumu alınmadı. Yenə növbə Gəncə komandasında yenə Çumba və bu dəfə alınmadı. Xal qazanıb hesab 4-7 Azərreilin xeyrinə. Ali İsmailova servis vurur. Çumba. Çumba fərqi. 5-7. Qısa ötürmə, top geri qayıdır. Gəncə voleybolçularından soldan ötürmə və top kənara gedir. Ana Krul. Hesabı 8-5 edir çünki toxunuş var. Tora toxunuş var. Şimdi çaxtı topa. Daha bir cəhd. Bayduk hesabı 11-8 etdi. Azərreilin növbəti xalı. Qüvvətli zərbə Nayka Benitez. Nova yaxşı zərbə indirmişdi. Daha bir cəhd olacaq. Amma bu dəfəki zərbə o qədər də uğurlu alınmadı və Bayduk xal qazandırır komandası 12-8. Azərreil öndədir. Azərreil komandasına növbəti xal verilir. Hücumda səhv etdi. Meydan sahibləri. Kosol. Müdafiədə yaxşı oynayır orada. Qratsi. Ardınca boş zonaya göndərilən top. Nova topu kənara vurur. Out. 14-8. Azərreilin növbəti xalı. Gəncə daima 1. Time-outdan sonra görək Gəncənin oyunda hansı bir dəyişiklik olacaqmı? Nayka Benitez çox çalışdı amma Çumba istədiyi kimi hücuma qoşula bilmədi. Fərq 5 xal. On 5-9. Ana Deyik zərbə indirir.
Top qəbulunda inamsız oyun Novadan. Azərelin növbəti xalı və 16-9. 16-9. Önəmli setdir hər iki komanda üçün bu set. Gəncə voleybolçuları nəhayət ki 10-cu xalı qazanır. 10-16 olur hesab. Servisi Gəncənin 4 nömrə oyuncusu Nova Karolina yerinə yetirəcək. On 7-10. Bax, burada top antenə dəymişdi. Qaytarmaq mümkün olur topu. Gəncənin Dabir həmləsi Morgan. Qüvvətli zərbə, yenə top geri qayıdır. Daha bir zərbə, yenə topu götürdü. Azərrel voleybolçuları. Gəncənin 3-cü cəhdi olacaq bu. Alina ötürmə. Nərminə Musayeva qüvvətli zərbə. Nərminə Musayeva 11-ci xalı qazandırır komandasına. Musayeva dəqiq oyuncu. Xal Gəncənindir. 12-17. Gəncə xal qazanır. Xəmsə Sur. Bu da Gəncə voleybolçularının növbəti xalı. Müdafiədə yaxşı oynayır. Gəncə voleybolçuları topu qarşı tərəfə keçirir. Anakul. Rolyon cəhdinin qarşısı kəsdi. Gəncəli oyuncular və top kənara gedir. Yerində 16 Rangi Lisa Madison Blaine topu kənara vurdu və Rangel topuna daxil edildi. Blok və ardınca 21-ci xal. Artıq Çombanın da gücü tükəndi həmin epizodda. Baydyuk növbəti xalı qazandırdı komandasına. 21. Qüvvətli zərbə, Nayka Benitez mükəmməl oynadı. Yenə Çomba. Azərelin cavabı və ana topu meydana vurub. Xətt hakimi buna işarə etdi. Baxaq. Yox, out idi bu əslində. Top kənara getmişdi. Ola bilər buradan hakimin o sürətli kadrı görməməsi mümkündür. On 17-22. Ayxanım Fərzullayeva. Topu oyuna daxil edəcək.
Out. Xalq Gəncənidir. 18-22 tribunalarında dəstək ilə Gəncə oyuna qayıdır. Paydiyuk çatmır. 19-22 olur hesab. Gəncə voleybolçuları artıq fərqi 2-yə endirirlər. Geri dönüş izləyirik. Gəncəlilərdən Əhya xanım Fərzullayevanın oyuna daxil olması, onun servisləri və ardınca qazanılan 3 xal. Üçüncü xalı çətinliklə qazanır Azərbaycan. 23-20. Servisi Paydiyuk. Azərbaycan yerinə yetirir. 21-23. Oyunun setin son məqamlarında dəstəyiniz Gəncə üçün 50-ci olacaq. Dəyərli azarkeşlər. Xalq Gəncənindir. 22-23 və Azərli daimat götürür. Hesab bərabərdir. 1-1. Azərli xalq qazanır. Topu götürmək mümkün olur. Gəncənin cavabı Çumba! Çox qüvvətli zərbə və ikinci xal. 2-1-də hesab Çumbadan çox qüvvətli zərbə. Uğursuz servis kapitan Morgan'dan. 2-2. Əla ötürmə, yaxşı zərbə gəldi. Bu zərbənin şiddətini azaldır. Morgan ötürmə, yenə Çumba. Bir dəfə toxunuş alamadı çünki ötürmə o qədər də yaxşı deyildi. Blok Çumba. Xalq Gəncənidir. 3-2. 3-2 olur hesab.
Gabrieladan ötürmə. Çumbanın cəhdi bu dəfə yaxşı alınmadı. Kim əla oynayır? Müdafiə zonasına hücum. Topu qaytarmaq mümkün olur. Daha bir qüvvətli zərbə. Ana Krul hesabı 3-3 edir. Azərbaycan heyətində 14 sol Ku Deng oynuyor. Qısa ötürmə. Və hesab 4-3 Gəncə komandasının xeyrinə. Gabriela Ribeiro. Gabriela. Top qəbulu inamsız. Hesab 5-3'tü. 5-3 Gəncənin üstünlüğü devam ediyor. Servis ise 9 numaralı Gabriela Oliveira yerine getirecek. Gerilerden topa indi çatdırır özünü Azərbaycan voleybolçuları və Xal Gəncə komandasına verilir. Çünki kənardan top gəlmişdi. Baxın indi təkrar izləyəcəyik. Antena toxunuş var idi. Doğrudur. Yedi üç. Yine Gəncənin. Erkən time-out mu gəlir? Bəli. Servisi Azərbaycan heyətində 23 Madison Blanc yerine Madison Blaine. Hesab 9-10. Bu oynuyor Kapitan Morgan. 11-9. Morgan özü getdi, servisi də geridə yerinə yetirdi. 10-11. On bir. Aziz azarkeşler, voleybolcularımız sizden güç alarak oynuyorlar. Onları bundan məhrum etmeyek, dəstək ola. Çox qüvvətli zərbə idi. Nayka Benitez qaytarır topu. Və blokda mükəmməl oynayır Gabriela. 12-11. Çumal növbəti mükəmməl zərbəsi və Gəncə 13-11 irəlidədir. Çumbanın çox qüvvətli zərbəsindən sonra Xalın Gəncə komandasına yazıldığan 13-11. Yenə bloku yarıb keçir Ana Krul. 12-13.
Blokda bu zərbənin şiddət azaldı. İndi isə ötürmə gəlir. Nərminənin zərbəsini Nayaka dəf edir. Qatsi, blok. Gəncə komandasında həlledici olur. Anakrul, çətinlik. Amma top yenə oyundadır. Nova ötürmə, qısa ötürmə. Müdafiədə əli oyun. Xalqına mübarizə devam edir. Yox, ötürmə o deyildi axı. Gabriela çox səhv etdi bu epizodda. Nə özü aldadıcı zərbə indirə bildi, nə də ötürməsini düz edə bildi. Hesab bərabərdir, 13-13. Servisi Azər Emniyyətində 9 Anastasiya Bayduk yerinə yetirəcək. Nəhayət istəyinə çatdı. Gabriela və onun komandası 14-cü xalı qazanır Gəncə. Baxın, bu da epizod. Nayka Benitez toxundu, topa götürməyə çalışdı. Ardı gəlmədi. Out, Xalq Gəncənindir. İndi Gəncə komandasının hücum çəkdi. Çox qüvvətli zərbə və 16-13 Çumba. Çumbadan növbəti dəqiq zərbə. 16-13. Və 17-ci xalla görür Gəncə komandasından. Və bu işlə azarkeşlərin böyük dəstəyi var. Xalq Gəncənindir. Hətta Gəncə komandası 18-ci xalda aktivinə yazır və bu setdə fərqi 5 xala çatdırır. Xəmsə Ultras, səsiniz gəlsin. Nərminənin zərbəsini dəf etmək mümkün olur. Baydukun zərbəsini də dəf etdi. Aldadıcı cəhdi oxuyur orada Ana. Və ardınca blokda mükəmməl oyun Gabrieladan. 24-20.
Top Meydonda yerə düşür. Madison əli oynadı. Xalı Azərbaycan qazanır. Və qələbə Kəpəz bərabərdir. azarkeşləri də var. Musayevə yaxşı oynayır, o zərbəni dəf edir. Daha bir cəhd. Bu dəfə mərkəzə usta göndəriş idi bu. Topu yollamaq idi. Ustalıqla Anakrul. Gəlin mübarizənin sonunda hesab yenidən bərabərdir. 2-2. 2-2. Artıq bu dəfə Nərminə də çatmır. Morgan. Ötürmə və zərbə Gabriela. Geriyə qısa ötürməni dəqiq zərbə ilə tamamlayır. Blokout. 3-2. Qısa setdə əlbəttə ki, bu setdə daha inamlı oynayan, daha diqqətli oynayan qalib gələcək. Morgan. Soldan ötürmə. Kim çatdırır özünü? Chumba. Qüvvətli zərbə idi. Topu götürmə mümkün olur. Orada iki voleybolçu toqquşdu və nəticə etibarilə Xalı xilas etmək mümkün olmur. 3-3. Barışmaz mübarizə meydanda. Qüvvətli zərbədən sonra Ali Nakim. Nərminə Musayeva. Chumba. Ayşə Alismanova. Ananın zərbəsindən sonra yaxşı oynayır Morgan. Ötürmə Chumbaya. Onun zərbəsini dəf etdi Ayşə Alismanova. Qüvvətli zərbə. Blok və top kənara gedir. 4-3. 3-4. Yaxşı servis idi. Yerə inamlı oynayır orada. Sol. Morgan'ın ötürmə. Yaxşı cəhd alınır və hesab bərabərdir. 4-4. Tiebreak'ten oldukça gergin oyun izleyirik. Orada qaydanı pozdu. 5-4 Gəncə irəli. Anakrul. Oyunun son anlarıdır. Azarkeşlərin dəstəyi mütləqdir Gəncə üçün. Nova. Qüvvətli zərbəni dəf etmək mümkün olur. Nova əli oynayır. Amma libero korladı işlər orada əlbəttə ki, Nayka Benitez qısa ötürmə. Və bəli. Libero Alina Kim orada dəqiq oynasaydı, ötürməni doğru etsəydi, bəlkə də Xalı Gəncə qazanacaqdı. Bu da sonuncu xal. Qüvvətli zərbədən sonra top blokdan qayıdır. Daha bir cəhd. Chumba.
Yaxşı müdafiə olunur Azarel. Gratsi. Ayin Hakim topu götürür Morgan. Müdafiə zonasından hücum və Nova hesabı yenidən komandasının xeyrinə dəyişir 6-5. Melisa. Out. Dokuz. Baycuk. Zərbəsi dəf edildi. Nayka Benitez. Burada Anakolyon inamsız oyununu yetməliyik. Bir qədər əvvəl o yaxşı oynamışdısa, fərqli oynamışdısa, indi isə çox inamsız oynadı Anakol. 19 Gəncə. Onun. Grazi. Hesap beraberdi 10-10. Top qəbul. Azarel komandası ardıcıl xallar qazanaraq fərqi 2-yə çatdırır. Alismanovadan özündəki sevinci görmək mümkündür və onun servisləri davam edir. Setin sonlarına doğru Azarel təzyiqi artırır. İndi isə Gəncə komandasının hücum cəhdi. Müdafiədə mükəmməl oynadı orada Azarel voleybolçuları və 13-cü xal. Müdafiədə çox əla oynadılar o qısa ötürməyə gələn zərbədən sonra. Azərelin növbəti xalı. Alismanova bitirdi servisi. Onun servisləri bu seti bitirdi Ayşə Alismanova. Mükəmməl oynadı həqiqətən. 14 oyun və match pointdir bu artıq. Set yox, match point.